Məlum məsələdir ki, əziz qardaşlar, İslam dinində var zahiri əməllər, var qəlbin əməlləri. Düzdür? Əməllər iki qismə bölünür. Var bədən üzvünün əməlləri, məsələn, kim misal deyər? Namaz, oruc, sədəqə, zəkat. Bunlar bədən üzvünün əməlləri, düzdür qardaşlar. Biri də var qəlbin əməlləri. Buna kim misal deyər? Ümid, qorxu, sevgi. Bunlar harada olur qardaşlar? Qəlbdə olur. Bəli, niyyət, bunlar qəlbdə olur hamısı. İxlas, bunlar qəlbdə olur hamısı. Sözümün canı nədir? Var bədən üzvünün əməlləri, var qəlbin əməlləri. Bunlar biri-birindən bağlıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir hədisdə, Ələ innə fil cəsədi mudğa. Bilin ki, insanın bədənində bir ət parçası var. İdə salahət, salahəl cəsədu kullu. Əgər o ət parçası düzələrsə, bütün bədən düzələr. Və idə fəsədət, fəsədəl cəsədu kullu. Əgər o korlanarsa, bütün bədən korlanar. Sonra deyir ki, ələ və hiyəl qalbu. Bilin ki, o qəlbdir. Deməli, insanın qəlbi düz olanda, salih olanda, bütün bədən üzvü də düz olur, salih olur. Korlananda o ət parçası, bədən də korlanır. Və alimlər buradan götürüb deyiblər ki, qəlb əməlləri zahiri əməllərdən bir baş üstündür. Önəmlidir. Ona görə əksər insanlar bədən üzvünün əməllərinə diqqət yetirir, gəlir namaza, meçidə, oruc, sədəqə, ümrəsi, həc. Baxırsan ki, qəlbi bərbaddır, nələr saxlayır orada. Qəlb əməli yoxdur, yaxud zəifdir. Və bu da ciddi problemdir. Və bütün müsəlmanların indi yer üzündə olan problemə düşmələrinin səbəbi işqəl, fəsad. Nə problem varsa yer üzündə müsəlmanlarda hamısı qəlb əməllərinin ya yoxluğuna görədir, ya da zəifliyinə görədir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm dualarında deyirdi ki, Allahümmə inni əsəlukə qalbən səlimən. Allahım səndən səlim qəlb istəyirəm. Fikir verdiniz duaya. Var bədən üzvünün əməlləri, var qəlb. Allahın Rəsulu səlim qəlb istəyirdi. Nicat tapan qəlb, sağlam qəlb. Yaxud məsələn, məşhur dua var. Peyğəmbər sallallahu aleyhi və səlləm bu duanı dedirdi. Allahümmə ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Allahım, fikir ver, qəlbləri. Qəlbimi dinin üzərində sabit et. Bu da əzəmətli duadır. Yaxud məsələn, Allah subhanahu və teala Quranda möminlərin duası barəsində bizə xəbər verir. Allah Quranda keçmişdə olan möminlərin duası barəsində bizə xəbər verir ki, onlar belə dua edirdi. Rabbənə, lə tuziq qulubənə, bə'də iz hədeytənə. Ey Rəbbimiz, hidayət olunandan sonra bizim qəlbimizin azmasından qoru. Nədən qorxur? Qəlbin azmasından qorxur. Qorxur deyə belə dua edir. Həmin bu duanı Allah Quranda bizə xəbər verib. O kişilər, bizdən qabaq yaşayan kişilər, onlar sən demə qəlblərinin azmasından qorxurdular. Və insan nəyə görə qorxursa, dili də ona görə tərpənir, dua edir. Məsələn, biz ruzinin azalmasından qorxuruq, biz deyirik, Allahım, ruzi ver, filan şeydən qorxuruq, onun üçün dua edirik. Amma onlar qəlblərinin azmasından qorxurdu, Allaha belə dua edirdi. Fikir verin, qəlbin azması. Bu çox önəmlidir. Və Allah Teala Quranda deyir, يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ. O gün mal, var dövlət və övlad, oğul, uşaq fayda verməyəcək. İllə mən ətəllaha bi qalbin səlim. Yalnız Allahın qarşısına səlim qəlblə
gələndən başqa. Deməli, bu daha önəmlidir, yoxsa bədən üzvünün əməlləri? Bu daha önəmlidir, qəlbin əməli. Sənin qəlbində daşıdığın əməlin miqdarında sən Allah yanında dəyərin var sənin. Hörmətin var, kəramətin var sənin. Nə daşıyırsan, nə saxlayırsan orada. Nədir sənin qorxun, nədir sənin sevgin Allah. Bunlar hamısı qəlbdə olur. Ola bilər ki, insan zahiri əməlləri çoxdur, hər gün meçiddədir. Hər gün meçiddədir. Meçiddən çıxır, qəlbində kin, həsəd, buğz, müsəlman qardaşına qarşı, ucub, təkəbbürdür, kibir, qəlb əməlləri bərbaddır. Amma zahir əməlləri normaldır. Ona görə ötüşənlər qəlb əməllərinə görə ötüşüblər. Yəhyə İbn Muaz rahiməhullah belə bir söz deyir. Deyir ki, məfəvizud dünya tuqta'u bil aqdam. Mən diqqət edin bu sözə. Dünya nailiyyətləri, qazancı qədəmlərlə əldə edilir. Ayaqla, getməklə, yürüşlə. Bunu necə başa düşürsünüz? Kim bu necə başa düşür bu sözü? Bir də deyirəm, dünyada olan nailiyyətlər, uğurlar, əhsən. Dünyada nə varsa, uğurlar, onlar deyil, ayaqla qazanılır. Yəni, kim birinci? Getdi. Qədəm, yəni. Məsələn, biri sənə deyir ki, falan yerə sabah 8-də şirkətdir. Məsələn, müdür deyir ki, kim birinci gəldisə, o qazanacaq. O daxil olacaq. Sən nə edirsən? Hamıdan tez gedirsən. Ayaq bu qəsd edilir. Doğrudan da bütün bu dünyada nə varsa qazanılan şeylər hamısını birinci ayaqla əldə edilir. Kim tez getdi, surətli getdi, ayaqla yeyib çatırsan. Və məfəvizul əxirə, axirət uğurları isə, axirət uğurları nə deməkdir? Allahın yanında olanlar. Nə saxlayıb Allah yanında möminlər üçün? Cənnət, mükafatlar, savab. Ümumiyyətlə, axirət deyir, tuqta'u bil qulub. Qəlb əməlləri ilə çatırsan, deyir ora. Deməli, bizim üzərimizə düşən nədir? Qəlbimizlə daha çox maraqlanaq, ehtimam görsədək qəlb əməllərinə. Vallahi, qabaq yaşayan kişilər, onlar qəlbin əməllərinə görə hamını vurub keçmişdilər mərtəbədə, imanda. Tabinlərdən biri deyir ki, mə səbəqakum Əbə Bəkrin bi kəsrəti salatin və ləsiyyəm. Abu Bakır, tabin kimdir? Kim ki? Peyğəmbəri görüb, hə? Yox. Sahabəni görüb. Sahabə kimdir? Kimlər ki? Peyğəmbəri görüb, iman gətirib və elə də ölüb. Tabin deyir ki, Abu Bakır sizi, yəni sizi çox oruç tutub, çox namaz qıldığına görə qabaqlamamışdı. Nə demək istəyir? Demək istəyir ki, sizin aranızda indi elə namaz qılanlar var ki, yəni rükət, 200 rükət, 300 rükət, oruç tutanlar. Abu Bakırdan çox namaz qılıb. Abu Bakır kim idi? Sahabə, Peyğəmbərdən sonra yeryüzünün ən əfsəl insanı. Ondan çox namaz qılıb deyir. O çox oruç tuta bilər, çox sədəqə verə bilər, zəkat verə bilər. Yəni, Abu Bakır sizi çox namaz qılıb, çox oruç tutduğuna görə qabaqlamamışdı. Və lakin, deyir, o qəlbinə düşən bir şeylə qabaqlamışdı sizi. Yəqinlik, iman. Yəni, var Abu Bakır nə qədər yəqindir qəlbi. Var ondan sonrakılar. Ondan sonrakılar zahirən keçiblər, amma Abu Bakırı qəlbinə görə heç kim keçə bilməz Abu Bakırı. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, onun imanı tərəzinin bir gözünə qoyulsa, ümmətin, bütün insanların imanın tərəzinin bir gözünə qoyulsa, Abu Bakırın imanı daha üstün olar. Düzdür, hədis zəif olsa da mənası səhihdir hədisin. Abu Bakır hamısından üstündür. İndi söhbət ondan gedir ki, nə ilə çatmışdı? Namazından yox, valla. Orucundan yox, qəlbə əməllərindən. Var misal üçün, baxın, yəqinlik. Qardaşım, hamımız inanırıq da öləndən sonra həyat var. İman gətirmişik. Biz iman gətirmişik. Bu olmasa biz müsəlman sayılmırıq.
Söhbət ondan gedir ki, öləndən sonraki həyata iman gətirməyin, yəqinliyin miqdarı, dərəcəsi fərqlənir. Sən nə qədər inanırsan, mən nə qədər inanıram. Əslində, yəqin inanan heç vaxt rüşvət verməz, heç vaxt sələm yeməz, heç vaxt oğurluq etməz. Sən nə edirsən, qardaş? Sən inanmırsan ki, Allahın qarşısında dayanıb cavab verəcəksən. Ya, var, inanıram, zəifdir o iman. Amma hamımızda var. Dərəcə fərqlənir. Dərəcə fərqlənir. Vallahi, o yəqin inanan adam ki, qarşılaşacaq Allahla, etdiyim şeylərə görə cavab verəcəm, o heç vaxtı zina eləməz, o heç vaxtı oğurluq eləməz, o qətil eləməz, nə bilim, filan günahlar eləməz. Amma yəqinliyimiz zəifdir. Ona görə onlar, Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Sahabələrimi söyməyim, sizdən birinizin deyir, Uhud dağı qədər verdiyi sədəqə, Uhud dağı qədər. Onların bir ovucu yoxdur, verdiyinə çatmaz deyir. Yəni, var, sən sədəqə verirsən, var, onlar sədəqə verir. Zahirəndirsə, Uhud dağı daha çoxdur. Yığ Uhud dağı boyda bir sədəqə, Allah yoluna sədəqə verir. Bir dənə sahabə gəlir bir ovucuna verir sədəqəni. Bununla niyə? Daşıdır qəlblə. Gör, kim verir, yəni? Çoxluqla deyil, qəlbləndir. Ona görə insan gərək qəlbini daha çox müalicə eləsin. Mən hər dəfə deyirəm, baxın, insanın qəlbinin zəif, qəlb əməllərinin zəif olması dartır onu asiliklərə. Məsələn, bir insan ruzisi zəifdir, səbir edir. Sonra deyir, Rəşə qardaş, valla güzaran düzəlmir. Gedir, banka kredit götürür pul. Nəyi zəifdir? Qəlb. İmanı. Allaha olan, Allahın Razzaq isminə, ruzi verən isminə, qəlbinin buna imanı zəifdir. Allah da səni ad saxlayıb öldürməyəcəkdir. Vaxt, səbir. Neyin izləyirsən? İmtihan edir Allah. Nə qədər? Onsuz da hamı bu dünyada öz zatına münasib imtihan olunur. Biri ruzi ilə oluna bilər, biri başqa şeylə, biri övladla, biri zövcə ilə, biri malla, hamı müxtəlif şeylərlə imtihan olunur. Lakin Allah subhanahu və teala hamını münasib imtihan edir və gücü çatmayan şeyə yükləmir insanları. Kimi nə ilə imtihan edibsə, hamısı daşıya bilir onu. Hətta vallahi bəzən Allah Teala nizamı elə eləyib ki, nizam yoxdur yer üzündə, qanun, qayda. Elə eləyib ki, bəzən birini kasıb edib, birini varlı eləyib. Kasıb o varlının həyatını görsə ürəyi partlayıb ölər. Daşıya bilməz onu. O hansı mənzərə, hansı halla yaşayır. Yaxud Allah Teala varlını birdən-birə o hala salsa, fəqir, miskin etsə, o daşıya bilməz onu. Və onun zatına münasib həyat verib ona. Hər insanın münasib həyat verir. Ona görə xülasə sözümün canı odur ki, daha layiqdir ki, biz qəlbimizlə qəlbimizi islah eləyək. Problemləri hamısı oradadır vallahi. Baxın, məsələn, bir qardaş meçiddən çıxır, abiddir, meçiddən çıxır, o qədər qardaşına qarşı həsəd harada olur? İçəridə. Səndə olan neməti alsın Allah. Baxır, çıxır, meçiddən çıxanda bir qardaş bahal maşınla çıxır, həsəd aparır ona. Meçiddən çıxıb, abiddir. Demək, qəlbi fəsaddır, korlanıb, pis gündədir. Kaş ki Allah Teala ondan alardı. Kaş ki qəza eləyərdi. Əl-mühim yox olardı. Bu içəridədir, içəridə saxlayır. Yaxud, misal üçün, kibir harada olur ki, təkəbbürlük? Nə olsun namaz qılırsan, oruç tutursan falan. Kibirindən adam yerə göyə sıxmır təkəbbürlüyündən. Qəlbində problem var. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, qəlbində zərrə qədər kibir olan girməyəcək cənnətə. Sən onu əridib sonra, cəhənnəm o təkəbbürlü insanları əritmək üçündür. Girsin, əritsin, sonra gelsin cənnətə. Sağalsın, yəni belə xəstə gedə bilməz cənnətə, yəni. Bu xəstəlikdir, yəni. Ona görə Allah Teala deyir ki, məgər təkəbbürlü insanlara cəhənnəmdə yer yoxdur. Var, elə onun üçündür. Niyə? Əritsin. Ona görə qram, zərrə qədər kibir var, sən gedə bilmirsən cənnətə. Çünki cənnət özü gözəldir, yerdir və gözəl insanlar üçündür. Kibir sahibi gözəl insan ola bilməz. Kibir kimə yaraşır? Allaha. Niyə? Haqqı var, Allah təkəbbürlü olsun. Niyə? Çünki hər şey onun əlindədir. Xəzinə ondadır, yaradan odur. Onun izni olmasa heç nə olmur. Haqq edib ki, təkəbbürlü olsun vallahi. Və ondan sonra, ondan başqa olanlar haqq etməyiblər təkəbbürlü olsun. Sən necə təkəbbürlü olmağı haqq edərsən ki, nədən yaranmısan, kimsən, acizsən, zəifsən. Qardaş, xəstələnirsən, əlindən gəlmir heç nə.
qocalırsan, qırışır üzün, anavı itirirsən, atavı itirirsən. Yəni budur da, yəni sən böyük olub nə eləmsən? Heç nə eləməmsən. Xəstələnəndə adam axtarırsan ki, bütün mülkü vermək istəyirsən ki, yəni sağlam olun. Acizsən, yəni insan zəifdir, yəni. Naqisdir insan. Ona görə bunları dərk edəndə baxırsan ki, həqiqətdə iş başqadır, yəni. Mənim demək istədiyim bu qədər. Allah razı olsun. Allah özünə bərəkət. Allah subhanahu və teala hamımızdan razı olsun. Allah faydalı eləsin. Kim nəsə mövzu ilə bağlı soruşmaq istəsə soruşsun, mən cavab verim ona. İnşallah.